Mən cəmaət, mən bu yaşımda istəmirdim özümü rüsva eləyim. Mən bu yaşımda nəvə sahibiyəm, 17 yaşında nəvəm var. Amma məcbur oldum, çıxdım mən. Çünki mənim uşağımı ortada tək görüblər. Mənim uşağım ortada tək deyil. Birincisi, bizim başımızın üstündə Allah var. Birincisi, o Allah ki, Allah haqqını haqqa verməyən Allah. O Allah ki, hər zaman yetimin, sahibsizin arxasında duran Allah. Mənim 1981-ci ildə 16-17 yaşım var idi. Несовершеннолетний idim mən. 9 may bayramında День Победы, мы люди советские. День Победы sinif yoldaşımla 9 maya getdik bulvara. Qaydanda metroda adamlar çox idi. Taksiyə mindik. Taksi deyəndə maşına mindik. O vaxtı maşına minmək normal idi. Sovet hökumətinin vaxtında. Maşına mindik. Maşına mindik. Qızı düşürtdü. Bunun qardaşı. Ağalar Dostaliyev maşından mikrorayonda. Məni də apardı Volçivarota. İndiki bilmirəm o qəbirstanlığın adını nə qoymuşsunuz. Qəbirstanlıqda iznasiloviç elədi. Həyatımı söndürdülər. Həyatımı söndürdülər. Bütün nəsil, bütün sülaləm, Talış balasıyam. Atam İranlıdır, anam Talış, Ərçivanlı. Həyatımı söndürdülər. Ondan sonra mənim başıma nələr gətirdilər. Nə türmələr gördüm, nə dəlixanalar gördüm. Bu yaxında bu dərdi mənə uşağım təzə deyib bu. 6 yaş məsələsini bilmirdim. Təzə öyrənmişəm. Gəl görüm Nəsbəri. Özüm üçün düşmədim qabağa, utandım. Abır. Ama uşağım için abırımı da koyarım ortaya. Uşağım için sinemi gelerem, sinemi. Gel görüm kimden gelirsen gel. Varam ben. Bütün arşivleri açarım. Ben sana sübut eləyərəm her şeyi. Her şeyi sübut eləyərəm sana. Allah belanızı versin.